Belə bir gözəl evimiz satışa çıxıb. Paket Kupçalı Dövlət İpotekasına yararlı evdir. 4 otaqdan ibarətdir, 6 hissəsi qaraj və ehtiyat otaqlardan ibarətdir. Yüksək səviyyədə tikinti işləri həyata keçirilib, yüksək səviyyədə keyfiyyətli formada inşa olunub. 40-ın 40-a karkaz beton fundament üzərində inşa olunub, cüt kubik mərtəbə yekunda. Ara divarlar daxil olmaqla 4 bir tərəfə deməli beton kəmər atılıb. Təzə Saray Novxanı yolunun üzərində Yeni Bakının arxa tərəfində Vaz dairəsinə olduqca yaxın bir məsafədə yerləşir. Evimizin çöl görünüşü baxın bu qaydada kabançıq daşlarla üzlənib. Həyətyanı sahəyə baxaq. 3 sotdan inşa olunmuş dövlət ipotekasına yararlı evdə evin və torpağın çıxarışı küçəsi var. 6 hissəsi qarajdır. Evin arxa tərəfinə də buradan keçid qoyulub. 2 maşın sərbəst şəkildə daxil ola bilər. Baxın deməli hündürlük kifayət qədərdir. Alt hissəsini də sizə göstərimlisi olaraq və qalxaq əsas hissəylə mən sizə tanış edeyim. Baxın, bu hissələrdə əlavə əşyalarınızı yığa biləcəksiniz. Təzə Saray yolu, Saray Novxanı yolunun üzərində bu ərazi Vaz dairəsinə keçmiş. Vaz dairəsinə Qafqaz Universitetinin, İndiki Mühəndislik Universitetinin yaxınlığına düşür. Həmin yolun bir 200-300 metrliyindədir. Çox səliqəli formada tikilmiş bir evdir. Soldakı mətbəx, sağdakı zal hissi, üzbəüz, sanuzel, solda 2 ədəd yataq otağı, sağda 1 ədəd yataq otağı yerləşir. 2 metrli foy hissi mövcuddur. Biz sağ hissə ilə davam edək. Sağda yerləşir evin zal hissəsi, dəyərli dostlar. Belə bir zal hissə var. Ev çox əla qiymətdən təşrif olunur. Bu ərazinin qiymətini bilənlər bilir. Yüksək perspektivə sahib, yüksək kontingenti olan bir ərazidir. Evin qiyməti ilkin olaraq 149.000 manatda alıcılarla razılaşmaq mümkündür. Bu arazida torbanın bir sotunun qiyməti 20-30 min arası dəyişir. Minimum 20 mindir. Bilirsiniz də yola və s. yaxınlığına görə də qiymət dəyişir. 20-30 min aralığında deməli qiymətlər oynayır. Daha sonra burada mən sizə növbəti yataq otağını göstərim, mətbəx sahəsinə baxaq. Dama çıxış otağın daxilindən qoyulub ki, görüntü, dəhlizin görüntüsü pozulmasın. Girişdə bu hissədə rahatlıqla giriş mebeli yığa bilərsiniz. Deməli, bura mətbəx sahəsi, evdə sanuzel isti döşəmədir, dəyərli dostlar. Sanuzeli göstərdim hər halda sizə. Deməli, evin qiyməti 149.000 manat. Yeni Bakının arxa tərəfi Vaz dairəsinə çox yaxın bir məsafədə yerləşir. 3 sotda inşa olmuş 4 otaq 6 qarajlı ev. Ümumi sahəsi 130 kvadrat metrdir evin. Bir mərtəbəsindən söhbət gedir. Qiymət başlanğıcı olaraq 149.000 manat. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.